Lənkəranda muzey direktoru vəfat edib. Doğru xəbər Azərbaycan bildirir ki, bu 2 dəfə Sovet İttifaqı qəhrəmanı, tank qoşunları general-mayoru Həzaz Sanovnev muzeyinin direktoru Tamara Fəthullayevadır. Qeyd edək ki, muzeyə daha əvvəl Həzaz Sanovun həyat yoldaşı Xavər xanım rəhbərlik edib. O 1979-cu ildə vəfat etdikdən sonra Tamara Fətullayeva 40 ildən artıq müddətdə həmin muzeyin rəhbəri olub. Allah rəhmət eləsin. Bugün Abşeron rayonunun Qobu qəsəbəsində 3 nəfərin ölümü ilə nəticələnən dəhşətli qəza olub. Baş Dövlət Yol Polisi İdarəsi bildirir ki, MAN markalı yük avtomobilini idarə edən Umudvar Abbasov yağışlı hava şəraitini və sürət rejimini nəzərə almadan sərt döngəyə daxil olarkən idarəetməni itirib və qarşıdan gələn Toyota markalı minik avtomobili ilə toqquşub. Nəticədə Toyota markalı avtomobilin sürücüsü Zaur Məmmədov və sərnişini Minaya Məmmədova hadisə yerində həyatlarını itirib, digər sərnişin Mübarək Məmmədov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb, faktla bağlı araşdırma aparılır. Şəkildə gördüyünüz Zaur Məmmədov hadisə zamanı ölən şəxslərdən biridir və o, taksi fəaliyyəti ilə məşğul olunmuş. Məlumata görə Zaur Məmmədov və Minaya Məmmədova hadisə yerində, Mübarək Məmmədov isə xəstəxanaya aparılırkən yolda həyatını itirib. Qax rayonunda isə qoyun otaran kişi özünü güllələyib. Hadisə rayonun Baydarlı kəndində qeydə alınıb. Belə ki, 46 yaşlı kənd sakini Rasim Aminoğlu Məmmədov kənd ərazisində qoyun otararkən ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılmış atəşdən özünə xəsarət yetirib. Xəstəxanaya yerləşdirilən Rasim Məmmədovun vəziyyətinin qənaətbəxş olduğu bildirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan qeyd olunub ki, ondan müvafiq sənədləri olan ov tüfəngi götürülüb, faktla bağlı ərazi üzrə polis orqanında istintaq araşdırmaları davam etdirilir. Gəncədə bıçaqlanma hadisəsi baş verib. Doğru xəbər Azərbaycan bildirir ki, 1993-cü il təvəllüdlü Esmira Məhrəmova bıçaq yarası ilə xəstəxanaya çatdırılıb, ona ilkin tibbi yardım göstərilib. Məlumata görə 30 yaşlı qadını əri bıçaqlayıb. Daxili İşlər Nazirliyindən bildirilib ki, keçirilən tədbirlərlə şübhəli şəxs 35 yaşlı Məhəmməd Məhrəmov saxlanılıb, faktla bağlı araşdırmalar davam etdirilir.